Hello, you zesty ass Nigerians. Bugün oyuna gələcək yeni güncəlmə haqqında danışacağım. Çünki bir tane adam YouTuber gördüm paylaşıb bir şey. Orada adam mənə cavab yazmışdı. Oradan da başladım yazmaya min sətir güncəlləmə haqqında bitmiş. Dedim ki, cəhənnəmə ki, mən niyə bu haqqda danışmıram? Onun üçün bugün o haqqda danışacağız. Hesabım siz mənə görməyəli bu günlərə gəlib çatıb klandakı Azibral karakterlər falan fistan deyərkən 1100 kupa rekordu düzdüm belə. Valla çox qəşəng oyunlar da getdi. Çox tez keçdim bilirəm amma yəni hesabın vəziyyəti bu dəqiqə bu cürdür. Satmıram. Süper Ender destansı gizemli hələ də pis vəziyyətdədir. Yaxın zamanda bu qədər elmasla bir dənə Wukong Meko düzmək istəyirəm. Gəldik güncəlləmə haqqında danışmaya. Buradan savaş günlüyü yox. Brawl TV. İndi oyuna bu ustalıklar ki qaldırılacaq. Ustalıklar dediyim kayıt seviyesi adamın özdə şey pini var. Mendidə. Nadirdir bu. Neyse ben ne danışdım 5000'den şey dedim neyse. O pini hardan alıb qoyuyor. Deməli ustalıklar sistemi ilk oyuna gələndə oyunun istediği hype'ı verməmişdi. Ondan sonrasında oyun bunu kaldırıp tezi bir şey əlavə etmək istedi. O da kayıtlar idi. Kayıtlar da daha pis bir nəticə verdi. Bu oyunu son paylaşdıb Time to Explain'də deyilən hər şeydi. Yəni 4 saat boyunca hamısını izledim mən. İşsiz bir insanım. Dediklərinə görə biraz sneak peeklər elədilər orada. Tur da çox tez bitdi. Bir kupa verdi adamlar. Bu da çox aqibətli bir şeydi. Neysə. Yeni prestijlə bağlı bir şeylər gələcəkmiş. Bunu Supercell'in kadrosundaki bir görsel designer paylaştığı resimlerden belə neonlu falan bir şeyler olacaq. İndi gəldik buna. Bircə dənə görsel paylaşdılar ki, Crow prestijlənib. O görseli tapıb qoyaram. Crow prestijlənib. Bu Crow prestijlənibdən belə şeylər çıxartmıyorlar. Bir, ustalıq kimi bir şey olacaq, sadəcə profil kartımızda görsənəcək. 2, Roblox oyunlarında Rebirth kimi bir şeyler olur. Onu Brawl Stars'a götürseyler. Ama hiçbir zaman işimiz rahatlaşmıyor bu oyunda. Bence ona göre ikinci şey olacak. Ya da ki ustalık sistemi kalacak. Yerine ise bu cümle profil ekran falan düzebileceğiz. Ama bence öyle bir şey olmayacak. Çünkü oyunun da dediğine göre kaydediyorum ha. Korktum bir an boş danışırım 5 saat. Oyunun dediğine göre ben bir tane stolu çekip otururum ben burada onu 5 saat gezdim. Oyunun dediğinden de belli olur ki bu prestijlə ustalık sistemlerini prestij demeyeyim. Köhnə ustalıqla tezi kayıt levellərindən xoşları gəlməyib. Bu kayıt leveli neydi? Achievement kimi bir şeydi. Oyunda belli bir şey ettikdən sonra sizə ödüllendirirdi. Bir dənə stratejisi verirdi. Yəni bu ödül de sayılmaz. Elmas falan verseydiler görün necə oynayırlar cəmaat. Neysə. Achievement sistemi götürdülər, bəyənilmədi. Köhnə ustalıqlar var idi. Bunu oyun bəyənmədi. Çünki dediyinə görə çox az insanın buna marağı var idi amma yəni orada 24 bin xal istəyirsən oyun və hər tur başda bizə 30-40 xal verdi. Kim bunu dəli kimi oturub oynayar ki? Yəni bir insan oynayar. Yeri gələndə də o ödül gələrdi. Hə. Vaxtında bizə 200 qat daha çox ustalıq puanı verdiyi etkinliklər də olub. Onda dəli kimi oynadıq, ona söz yox. Amma yəni bu ikisi də oyuna xoşuna gəlmədiyi üçün çox daha tez bir sistem gələcək. Və buradan da mənim ağlım şey getdi. Rebirth sistemi gələcək oyuna. Necə ola bilər? 1000 kupaya çıxandan sonra karakterimiz bizə bir Rebirth seçeneği gələcək məncə, mənim fikrimcə. Bu Rebirth'ü basdıqdan sonra isə oyun bizi ödüllendirə bilər. Bizə karakteri özə savaş kartı
karakteri özel o ustalıktan kazandığımız profildir, o oyuncu simgəsidir mənim. Sonra pindi, ünvandır. Yəni amma belə bir şey də var. Yəni onlar verəcək. Belə bir şey də var ki, bütün hamısı bir dəfə verməyəcək və Krov prestijlənmiş şəklində 1 yazırdı. Yəni bu kademə də olacaq, yox, kademə olacaq zaten məncə. Və direkt 1000 kupada hər dəfəsində 1000 kupa qaldır prestijdə, 1000 kupa qaldır prestij. İnsan bir karakteri neçə dəfə 1000 kupa eləyər? Bu ustalıqdan daha çətindir. Bir karakteri sıfırdan açıb köhnə ustalıqla 1000 kupa eləyəndə belə yarısına çatırsan. Yəni məncə bu kademə olacaq zaten də 1000 kupada bir yox. İlk leveli məsəl üçün 100 kupada. 100 kupaya çatanda oyun bizə bir seçenek verəcək ki, o karakteri prestijləmək istəyirsənmi? Bizə birinci belə 1006, 1000 güc puanı, 1006, 500 güc puanı falan kaynaq ödülü verəcək. Sonra 300 kupa. Bizə oradan daha da başqa bir ödül verəcək. İkinci prestij levelimizdə. Məsəl üçün karakterə özəl savaş kartları falan gələcək. Necə savaş kartı amma belə Krova uyğun bir savaş kartı yox. Bir dənə bizim üçün profil yanına qoymalıq rozet verəcək. O karakterini rozetdə qoyub biləcəz profilimizdə. O qəşəng bir şey olacaq və hər prestiji artdıqca o rozetin də leveli artacaq. Ondan sonra bu birinci leveldən də başlaya bilər. Sonra 400-də bir dənə məsəl üçün bizə o başda vurduğu pinlər var idi ya, şapşal pinlər falan deyirəm onlara. Onlardan bir dənəsi verəcək məsəl üçün 500-də profil şəklini, 600-də yenə qaynaq, 700-də bir dənə kaos hediyəsi. Çünki oyun bu kaos hediyəsini çox sevir və bunu prestijə məncə qoyacaqlar qaynaq ödülü kimi. Tam bunu 1000 kupaya qədər daha bilmirəm nə qədər. Məsəl üçün atıram, tuturam. Tam 1000 kupada bizə ünvanı verəcək. Məsəl üçün Krovdan getcəm yenə. Krovun ünvanı nə idi bilmirəm. O üçün Rico ünvanı deyəcəm. Məsəl üçün Rico 1000 kupa prestijinə gəldik. Orada yazacaq prestijləyəcək mükəmməl sevgili ünvanını verəcək bizə. Bu üçün bir reverse sistemi gələ bilər oyuna. Mənim bu cümlə sistemi gəlib gəlməməsi ilə bağlı fikrim nədir? Belə baxanda bir görsədim. Məsəl üçün Globert karakterini Globert karakteri məsələn çox gücsüzdür bu dəqiqəsində. Güclü tərəfləri də var. Amma 9 səviyyə ilə hər karakter bəs eləməlidir. Zar-zor bəla ilə 800 kupa götürdüm. O da ki, hal-hazırda 2 dənə bug var. Globert'da o cümlə. Bir, bunu tez qurtarmamış eləyin. Savaş arenasında 2 qat daha çox XP yığırsan karakterinə. Yəni öldürəndə sənə XP vermir. Karakter ki tak vurur. Sənə 2 dəfə sayır elə bunu. Bu binalarla da keçərlidir. O yanda 2 dənə üs var ha. Əgər Globert'la ateş eləyərkən o qırılarsa, üssün XP-sini sən 2 dəfə alırsan. Eyniliklə takım arkadaşlarında. Bir dənə də burada seri atış deyə bir mod var, amma bu olsa silinəcək, yəni ki, bug da deyə bilmərəm, oyunda olan bir şeydir. Globert sınırsız mərmiyə sahib olur. Amma yəni mərmi atırsan, dicvür. Bu seri ateş moddan olsa bilirsiniz yağın ki, cindir, sonra bir baxım cin, meg, sonra bir baxım, Griff kimi karakterlərin mərmisi promoy sonsuz olur. Bu cürdə ya, Globert'ı bu cürdə qaza bilərsən. Gəldi prestij konusuna. Prestij konusunda məncə bu rebirth sistemi gəlsə, ki gələcək məncə başqa çarələri yoxdur çünki ya tezə bir mekanik tapıb götürərlərsə də o çox daha qəşəng olar. Və köhnə ustalıqla şimdiki kayıtı birləşdirsələr o çox daha qəşəng olar. Yəni mən oturub şəxsən kasaram onları. Məsəl üçün Shelly 1000 kupadan bastım buradan sezon ilerlemesinin yerində. Prestijlədim. 0 kupaya düşəcək.
İndi otur Şelliyim bir de tekrar 1000 kupaya kas. Şelli rahatdır. Colt. Sonra Dynamite çətindir çünki mən Dynamite-lə pis oynayıram. Yuko çox rahatdır. Daryl, Gus, bu karakterlər çox rahatdır ems. Amma Nita, Rosa, sonra Poco məsəl üçün yaxşı takım arkadaş istəyir. Sonra yenə Piper biraz vaxt istəyəndir. Sonra Gale çox zəifdir duellodan başqa. Maisie mən zar şey eləmişəm Stranger Things eventində. Sonra Angela ilə mən pis oynayıram ona görə deyirəm. Ya bu cür karakterlə 1000 kupadan düşəndən sonra tezdən 1000 kupayı kasmayı. Sonra yenə 1000-də bir dənə də prestij atmayı falan. Çünki məncə o 100-200 sistemi də bəlkə gəlməyəcək. Sadəcə 1000 kupada prestij ata biləcəyiz və bizə padarka verəcək. Rahul mənim 1100 kupa Rico kasmağımda kömək edən adamdır. Ona buradan çox sağ ol. Mesela Draco da qəşəng karakterdir əslində. Rahatdır o da. Sonra Jesse. Bunları mən həm dəfəsində şey eləmişəm. Stranger Things'də. Və Trunk çox gücsüz deməyim də maraqlı deyil bə karakter. Lu, sonra Ruffs və Chuck'ı mən 1000 kupaya kasmayı da dəlik məziyyət çəkmişəm. Bu cür karakterlə prestijlənib tezdən kasmaq çox çətindir. Valla bu gün dəliləməklə mənim teorilərim bunlardır. Sizin bu şeylə bağlı fikirləriniz nədir? Zəhmət olmasa mənə bir dənə orada ürək qoyub, ürək yox, like qoyun. Bir dənə də oradan kommentdən yazın görək nə ola bilər. Öpdüm canikolar. İldə bir video atıram. Hə, orasını bilirəm də. Ürəyimdə qalmışdı bu güncəlləmə ilə bağlı fikirlər. Ona görə sağ olun, öpdüm sizi, var olun. Dala tu cuerpo alegría Macarena, que tu cuerpo es para dar la alegría y cosas buenas. Dala tu cuerpo alegría Macarena, Macarena.